Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Göyçayda kişini ilan sancıb. Xəbər verilir ki, hadisə rayonun Şəkər kəndində qeydə alınıb. Kənd sakinlərinin sözlərinə görə mal oturan zaman 1972-ci il təvəllüdlü Eldar Ağasəf oğlu Əliyevi ilan sancıb. Sakinlərin köməkliyi ilə o xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Eldar Əliyevin hazırda müalicə aldığı bildirilir. Allah şifa versin. Bakı-Şamaxı Yevlax yolunun Göyçay rayonunun Qarayazı kənd arasından keçən hissəsində qəza baş verib. Xəbər verilir ki, hadisə dünən saat 14 radələrində qeydə alınıb. Qəza zamanı Opel, Kia və Chevrolet markalı avtomobillər toqquşub. Nəticədə yeniyetmə sərnişin qız aldığı xəsarətlərdən hadisə yerində ölüb, xəsarət alanlar var. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Digər bir xəbərdə xəsarət alan və ölən şəxslərin kimliyi məlum olub. Xəbər verilir ki, qəza zamanı 1970-ci il təvəllüdlü Salam Hüseyn və 2006-cı il təvəllüdlü qeyd edək ki, Leyla Feyzulayevin adı soyadı şərtidir. 1968-ci il təvəllüdlü Əmrahov İmran, 1964-cü il təvəllüdlü Əmirova Mehriban, 1998-ci il təvəllüdlü Arzu Feyzulayeva və 2 yaşlı uşaq qız müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.